Biz də vaxt itirmədən istəyirik ki, bütün bu məsələləri müzakirə eləyək. Studiyamızın qonağı Milli Məclisin üzvü Elçin Mirzəbəyli ilə. Elçin bəy, xoş gördük, xoş gəlmişsiniz. Xoş gününüz olsun, hər vaxtınız xeyir. Elçin bəy, danışıqlar məsələsi ilə bağlı Amerika Birləşmiş Ştatlarının mesajını təhlil etmək istəmirəm. Ona görə ki, biz bənzər görürük Amerika Birləşmiş Ştatlarından yanaşmanı. Nəsə xoşlarına gəlməyən danışıqlarda bir məsələ yaranırsa, o həmin vaxtı Ukraynaya yardımlar və Rusiyanı sıxışdırmaq, sanksiyalarla hədələyirlər, amma konkret praktik bir addımların atıldığını görmürük. Amma Zelenskinin açıqlaması diqqət çəkirdi. O mənada ki, Avropanın yanına çəkmək üçün onların da təhlükədə olduğunu qeyd edir. Artıq görür ki, yardım istəmək bir işə yaramır. Artıq bir növdə gerçəklə qarşılaşmasını istəyir Avropanın. Bu mənada Avropanın yaxın günlərdə əlbəttə ki, müdafiə xərcləri məsələsini atıblar addım. Bu da Trumpın istəyinə görə atılan bir addım idi. Ukraynaya yardımlar tezləşəcəkmi? Çünki gecikir. Qənaətimə görə indiki halda xüsusilə də prosesin intensivləşdiyi bir zaman kəsiyində və Rusiyanın ambisiyalarının daha da artdığı bir zaman kəsiyində Avropanın Ukraynaya yardımlarının artacağını gözləmək mümkündür. Orada bu məsələ haqqında da konkret hər hansı bir fikir söyləmək çətinlik yaradır. Çünki bu günə qədər Avropa liderlərinin Ukraynaya münasibətdə sərgilədiyi mövqe fərqli düşünməyə əsas verir. Mütəmadi olaraq yardımların ediləcəyi ilə bağlı vədlər verilib, fikirlər səsləndirilir, amma hətta nəzərdə tutulan yardımlar da, hərbi yardımlar da Ukraynaya göndərilməyib. Amma indiki şəraitdə yaranmış vəziyyət Avropanın həqiqətən də təhlükə qarşısında qaldığını sübuta yetirir. Bunu Rusiya tərəfinin açıqlamaları da, atdığı addımlar da faktiki olaraq təsdiqləməkdədir. Problemin kökündə dayanan aspekt ondan ibarətdir ki, Rusiya nəinki güzəşdi, hətta obyektiv bir yanaşmanı belə zəiflik kimi qəbul edir. Bu, indiki şəraitdə Rusiya tərəfindən irəli sürülən, Rusiyada mövcud olan ümumi atmosferin, psixoloji atmosferin bir nümunəsidir. Bu aspektdən də qənaətimə görə atəşkəs istiqamətində konkret olaraq hər hansı bir addım atılmayacaq. Digər tərəfdən Rusiya indiki halda nəzarətə götürdüyü Ukrayna əraziləri ilə də kifayətlənmək niyyətində deyil və daha irəliyə doğru addımlayır. Bu isə məqsədin faktiki olaraq tamamilə Ukraynanı nəzarətə götürməkdən və daha sonra isə yeni torpaqlar axtarışına çıxmaqdan ibarət olduğunu təsdiqləyir. Yəni, problemin kökündə dayanan aspekt Ukrayna-Rusiya müharibəsindən daha çox imperiya reflekslərinin ön plana çıxması və Rusiyanın ambisiyalarının indiki şəraitdə gündən-günə güclənməsidir. Lukashenko'nun bir açıklaması var ki, müharibəni son Ukraynalıya dək davam etdirmək istəyir. Biz bilirik ki, Putinin demək istədiklərini deyir adətən Lukashenko və bu da bir qədər təhdid edilir. Çünki Rusiya hazırda yay əməliyyatlarına hazırlaşır və bununla bağlı Şimali Koreyadan yenidən əskərlərin gətiriləcəyi məsələsi gündəmdədir. Hətta dünən belə bir xəbər oldu Financial Times-da ki, Putinin növbəti hədəfi Odessadır. Odessanı istəyir və Odessanı qədim tarixi Rus torpağı hesab etdiyi üçün bu mənada sanki bir qədər də çəkindirməyə çalışır Avropanı, Ukraynanı. Yay əməliyyatlarına bağlı sizin proqnozunuz necədir? Rusiyanın uğur qazanması. İndiki şəraitdə cəbhə bölgəsindəki əməliyyatlarla bağlı fərqli fikirlər var. Yəni, bəlli olduğu ki, müharibə getdiyi şəraitdə indiki halda obyektiv informasiya almaq mümkün deyil. Tərəflərin hər biri özünün üstün mövqeyini diqqətə çatdırmağa çalışır. Amma neytral mənbələr Rusiyanın irəliləmə müstəvisində bir o qədər də ciddi nəticələrə nail ola bilmədiyini xüsusi olaraq önə çəkir. Yay əməliyyatlarına gəldikdə isə prinsip etibarilə şübhəsiz ki, qarşı tərəfin də buna adekvat reaksiyasının şahidi olacaq. İndiki şəraitdə Rusiyanın arsenalında müəyyən problemlərin yarandığının şahidi oluruq. Yəni, nəticə etibarilə hava hücumlarının həyata keçirilməsi üçün hal-hazırda Rusiyada kifayət qədər ciddi problemlər var. Ənənəvi təsisatçının yaşadığı son günlər deməli hadisələrdən sonra Rusiyaya
bölgəyə pilotsuz uçuş aparatlarının göndərilməsi və digər silah-sursatla təmin edilməsi istiqamətində müəyyən problemlərin ortada olduğu göz qabağındadır və əməliyyatların intensivləşdiyi bir zaman kəsiyində Rusiyanın müdafiə sənayesi bütövlükdə hal-hazırda cəbhə bölgəsində ordunu silah-sursatla təmin etmək potensialında və gücündə deyil. Bununla bağlı hər hansı məlumatlar verilməsindən və hal-hazırda Rusiyanın müdafiə sənayesinin müharibənin gedişatına uyğunlaşması barədə səsləndirilən fikirlərə baxmayaraq problem yaşanmaqdadır. O baxımdan da mən yay əməliyyatları adlanan növbəti hücumlar çərçivəsində Rusiyanın hər hansı bir nəticəyə və uğura nail olacağını gözləmirəm. Çünki problem kökündə dayanan aspekt ondan ibarətdir ki, hal-hazırda Avropanın təhlükəsizliyi məsələsi daha qabarıq şəkildə gündəmə gəlməkdədir. Yəni bir müddət bundan öncə Rusiyanın davranışlarına sadəcə olaraq müəyyən zaman kəsiyində NATO-nun genişləndirilməsinə qarşı olaraq deməli öz təsir dairəsini qorumaq aspektindən yanaşmalar mövcuddirsə, indi bu ambisiyaların daha da genişlənməsi ilə bağlı rəy formalaşıb. Bu aspektdən də qənaətimə görə Avropa liderləri konkret addımlar atmaq məcburiyyətində qalacaqlar. Həmçinin də patriotların verilməsi, HIMARS-lərin verilməsi ilə bağlı məsələ gündəmdədir ki, addımlar atılır, yardımlar verilir. Amma biz görürük ki, Avropadan, Qərbdən bu yardımlar gec göndərilir. Həmin müddətə qədər də Rusiya artıq atmalı olduğu addımları, atmaq istədiyi addımları, məqsədlərini yarıya qədər gəlib çatmış olurlar. Artıq yeni silahlar gəldikdən sonra da Ukrayna üçün bu hücumun qarşısını almaq üçün istifadə olunur. Yeni bir ərazilərin əldə edilməsi və yaxud da ki, indiyə qədərki torpaqların azad edilməsi üçün bir məna qalmır. Qərb üçün Ukrayna ərazi bütövlüyü məsələsi fundamental əhəmiyyət kəsb etmir. Yanaşmanın kökündə dayanan da faktor da bundan ibarətdir. Qərbin üçün önəmli faktor Rusiyanın zəiflədilməsi, gücdən düşməsidir. Yəni bu tezis, bu yanaşma tərzi indiyə qədər dəyişməyib və bundan sonra da dəyişəcəyi ehtimalı çox azdır. Silahların göndərilməsində də məqsəd prosesi daha da uzatmaqdan ibarətdir. Yəni Ukraynanın tam qələbəsi üçün və yaxud Ukraynanın Rusiyanın hücumlarının dayandırılması üçün intensiv bir şəkildə Ukraynaya hərbi yardımların edilməsinin şahidi olmuruq. Əks təqdirdə belə bir məntiq ortaya çıxır ki, bütün məqsəd sadəcə olaraq müharibənin müddətini uzatmaqdan, Rusiyanın daha çox resurs itkisinə məruz qoymaqdan ibarətdir. Bəli. Danışıqlar məsələsinə qaydası olsaq, 2 raund görüş keçirilib. Növbəti raundun yenidən İstanbulda olması məsələsi gündəmdədir, amma nəticə sadəcə humanitar nəticələrdir və ekspertlər qiymətləndirirlər ki, bu mənada Qərb sentyabra qədər vaxt verəcəyi tərəflərə Putin hansı addımlar atmaq istəyirsə atsın, Ukraynaya da yardımlar veriləcək ki, qarşısı alınsın. Bu və digər formada bir sentyabra qədərki dövrdə yenə eyni mənzərənin şahidi olacaq. Daha sonra ciddi danışıqlardan söhbət gedə bilər. Siz bəs bu fikirlə razısınız? Ciddi danışıqlar yalnız o zaman mümkündür ki, Ukrayna cəbhədə konkret nəticəyə nail olsun. Yəni, hücum əməliyyatları səngisin, Rusiyanın mövqelərində geriləmə yaransın. Bu aspektdən də Rusiya yalnız güc qarşısında geriyə çəkilə bilər və yaxud güzəşli mövqe tuta bilər. İndiki şəraitdə ritorikadan da açıq şəkildə hiss olunur ki, danışıqlar prosesi baş tutsa da belə, bu yenə də humanitar xarakterli addımların atılmasından ibarət olacaq. Yəni, nəticə etibarilə Rusiya konkret atəşkəslə bağlı hər hansı bir güzəştə getməyəcək. Deməli, daha maksimalist ideyalarla çıxış etməklə həm Ukraynanı, həm də Qərbi fakt qarşısında qoymağa çalışacaq. İddia olunur ki, Putinin istəyi sadəcə olaraq o vurulanan vilayətlər Krım deyil, bütün Ukraynadır. Çünki hətta Putinin o Rus əskərinin ayağı dəyən bütün torpaqlar bizimdir kimi açıqlaması, daha sonra bu münaqişədə hələ də müharibə adlandırmır, münaqişədə biz qalib gələcəyik kimi açıqlamaları və mesajları bunu dəstəkləyir deyirlər. Bu 3 aylıq müddətdə Rusiya çox da bir şey əldə eləməyəcək kimi təhlillər həyata keçirdi. Həmçinin siz bunu Rusiyanın daxilindəki vəziyyətlə bərabər paralel şəkildə dəyərləndirdiniz. Bu Putinin bu açıqlamaları
iddialarını bəs necə başa düşür? Nəyisə pərdələməyə mi çalışır? Sadəcə olaraq özünün əlinə müəyyən gücləri mi toplamağa çalışır? O daxilə ünvanlanmış əsasən ideoloji tezislərdir və bəlli olduğu kimi indiki şəraitdə Rusiya siyasətinin əsas elementi, ideoloji elementi patriotizmlə bağlıdır. Ənənəvi olaraq daha böyük və daha güclü Rusiya tezisini irəli sürməklə ənənəvi təsir dairəsində olan əraziləri Rusiyanın ərazisinə daxil etmək kimi bir plan ortalıqdadır. Daha öncə bunlar ən müxtəlif adlarda həyata keçirilib. Yəni, əslində Rusiya bu ambisiyalarından heç zaman əl çəkməyib. Yəni, nəticə etibarilə bu Avrasiya inteqrasiya modeli əsasında irəli sürülür. Müxtəlif geosiyasi nəzəriyyələrlə Dugin tərəfindən irəli sürülən Avrasiya nəzəriyyəsi ilə və yaxud alternativ olaraq MDB məkanında inteqrasiya prosesinin sürətləndirilməsi üçün müxtəlif mexanizmlərin yaradılması ilə irəli sürülüb. Amma nəticə etibarilə bu gün biz istək və iddiaların ortaya çıxdığının şahidi oluraq. Yəni, Rusiyanın məqsədi MDB çərçivəsində də, Avrasiya məkanında da bərabər hüquqlu münasibətlər qurmaqdan ibarət deyil. Və Ukraynada həyata keçirilən siyasətin mahiyyəti də bunu qabarıq şəkildə sübuta yetirir. Bu aspektdən düşünürəm ki, indiki halda Rusiyanın iddialarına qarşı artıq ikinci cəhbənin açılması ehtimalı daha çoxdur. Yəni, söhbət tək Ukraynadan getmir, söhbət şübhəsiz ki, konkret olaraq münaqişələrdən getmir. Hər halda Rusiyanın baskısı və iddiaları altında postsovet məkanındakı digər ölkələr də özlərini daha narahat hiss etməyə başlayıblar. Bu artıq həm də onlara aid deyil, hətta Rusiyanın ənənəvi müttəfiqi tərəfdaşı kimi çıxış edən ölkələrə də aiddir. Çox sağ olun Elçin bəy. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyi önəmli dəyərləndirmələr üçün.